Axşamınız xeyir mənim əziz izləyicilərim. Demək bu xaşımız hazırdır. Gördüyünüz kimi bir çay qaşığı quru maya, bir xörək qaşığı şəkər tozu, ondan sonra bir çimdik duz, un, bir də ilıq su. Bunu belə eləmişəm, qəşəng acıyıb. Demək burada nəyimiz var? 3 yumurta. Bu dəfə yumurta ilə sarını ayırmadım. Bir stəkan şəkər tozu, bu stəkanla bir şəkər tozu tökmüşəm. Bildiyiniz kimi bunu qəşəng ağarana kimi çalacağım mənim əzizlərim. Və bir paçka vanil tökəcəm. 100 qram kərə yağı, bir stəkan da belə süd. Bu stəkanla eyni ölçüdə eləmişəm. Bundan 10 dənə balaca kulçlər alınır. Bu da ələnmiş unumuzdur mənim əzizlərim. Xamırını da yoğuranda sizə göstərəcəm. Pişirəndən sonra da yenə çəkəcəm. Görün bu dəfə nətəri alınıbdır. Gördüyünüz kimi xamırımız qəşəng oldu. Belə indi kişmişləri də una bələmişəm. Onu da tökürəm bunun içinə. Gözəl şəkildə yoğuracağım. Acıyanda da qablara yığacağım. Tam qabda da köpük qalxanda onu da qəşəng qoyacağım, pişirəcək. Bax, belə bəriklikdə yoğurdum. Biraz sarı kök vurdum ki, qəşəng olsun rəngi. Şimdi biraz axırda dəlmə duru yağ vurub yoğuracağım ki, qəşəng olsun hamurumuz. Böyle güzel hamur yoğurun, siz de pişirmezler.